Birinci qonağımız Sərxan Kərim. 5 sual ünvanlanacaq sizə. 5-ini də cavablandırsanız, şərhlərdə iştirak edən iştirakçıların hər hansı birinə Biyolən mağazası adından gözəl hədiyyə göndərəcəyik. Başlayaq. Başlayaq. Qan təzyiqini aşağı salmaq üçün ən çox hansı bitkidən istifadə olunur? Səhv eləmirəmsə, itburnu çiçəyindən. Düz deyil. Mənim belə də məlumatım yoxdur, amma təxmini deyəcəm. İtburnu çiçəyindən səhv eləmirəmsə. Yəni, neyini bunu çiçək? Çaya qatırıb, çayda şey eləmək olar. Mədə qıcıqırması və həzmsizlik üçün xalq təbabətində ən çox istifadə olunan bitki hansıdır? Nə bilim? Mühəzmdə, həzm, kök problemi var. Bitki lazımdır, dərman deyim də. Yox, dərman yox, dərman bizdə kimya şeylər yox. Onu da bitki deməli yəni. Nə bilim, bilmiyorum, sarımsaq. Nə bilim. Bilmirəm. Bir dənə də sən səhv cavab verirsən. Ümumiyyətlə izləyicilərin qazanma şansı olmayacaq. Qazandırarıq. Özüm alıb verəm onları. Soyuq dəymə və öskürək zamanı ən çox dəmlənən bitki hansıdır? Neydi adı onun? Çayla qarışdırırdı, mamalara verirdi. Anamdan soruşum da. Soruşa bilərsən. Sualı bildir, heç olmuyor. Mama, bir dənə sənə sual verim, verilişdəyəm. Mənə sual veriblər. Çay, yarpız, kəşliyotu. Çaydır da elə də. Kəşliyotulu çay. Çayın özü də bitkidir də. Yaxşı. Qaraciyəri təmizləyən və ödqovucu təsir olan bitki hansıdır? Qaraciyər təmizləyən. Yonca. Yonca nədir? Yonca... Çox çətin suallardır. Adi yuxusuzluq və əsəb sakitləşməsi üçün xalq təbabətində istifadə olunan bitki. Mən bitkilərin adını yad bilmirəm. Evi yoxdur, şəkilincə. Şeyin adı nədir? Sarı. Tozalı da var, çubuqalı da var. Çubuqalı var, onu belə rulete oxşayıb bürürlər. Çupa-çups. Xoy şeydə tozalı var, həm də ki belə çubuqalıları var. Sarı köşdür, yox sarı köş yox. Dinən də adını mənə. Burulmuş formada deyil, quru-quru satırlar belə şeylərdə. İran dükanlarında, neymətlərində zadında. Bahalı da bir şeydir, ucuz bir şeydir, qəfəy rəngdə. Oynamıram mən. Yox. Hansı bitki sakitləşdirir? Mən nə bilim hansı bitki sayım? Mən sən durmusan, sən Təxminən də elə belə. Hə? Tram nana cəhər. Nane. Çoban yastığıdır da bu ara. Çoban yastığı, kəsə sözləri. Çoban yastığı. Böyle cavab verir, saçlı kalır. Kəsəsən, bir dənə düzüm olsun da. Var düzüm. İki olsun, gözlə. Çoban yastığı. Cavabın nə dərəcədə düz olub olmamağın izləyicilər orada deyəcəklər. Trendi kimi ötürürsən? Trendi ötürmək istəyirəm. Mənim dostum, qardaşım, əzizim Cemil var, Cəmil Məmmədli. Ona. Mükəmməl istedada malik olan insan. İnanıram ki, o məndən daha savadlıdır. Bu rubrikaya cavab versə, 5-dən ən az 3-ünə, onda izləyicilərimizə həm arıqladıcı paraşok verəcək, həm də detoks sirkə. İkisi bir də hədiyyə. Hardasa bir 60-70 manat civarında olan məsələdir. Cemil, bax gör nə edirsən?